Herkese salam, kanalıma ve yeni vloguma hoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi və əhvalı yerindədir. Sizləri tez salamlayıb keçirəm hədiyəmi göstərməyə. Yoldaşım evə gələndə ad günüm üçün Dyson istəmişdim. Ona aldı, gətirdi. Çox sağ olsun. Allah min əvəzini yetirsin. Soruşanlar oldu ki, niyə qızıl və yaxud hər hansısa bir zinət əşyası istəməmisən ad günündür, özəl günündür. Amma mən əlbəttə ki, bu tozsoranın qiyməti hər hansısa bir 300-400 manatlıq bir tozsoran olsaydı, hər halda düşünərdim ki, evin əşyasıdır. Niyə də mən ad günümə görə bunu qəbul etməliyəm? Düzdür. Yəni bunu edə bilməyənlər də var. Çox şükür bu günümüzə. Amma yenə də nə də olsa, bunun qiyməti biraz münasibdən baha olduğuna görə bunun əvəzinə başqa bir naqilsiz tozsoran da ala bilərdik. Amma mən yenə də istədim ki, Dyson olsun. Ona görə də əlavə bir hədiyyə istəmədim. Nə qədər də yoldaşım təkid eləsə də ki, gəl sənə qızıl alım və yaxud hər hansısa bir özünə aid olan bir hədiyyə alım. Yenə də dedim ki, yox, elə Dysonu istəyirəm. Dysonu al. Başqa heç nə istəmirəm. Bilənlər bilir ki, keçən ildə ad günümdə, yəni qızıl almışdı. Qızıl üzü ilə qızıl sırğa almışdı mənə, amma bir dəfə də taxmamışam. Bəzən taxmışam, amma yəni o qədər də istifadə etməmişəm. Elə hal-hazırda da dolabın içərisində qalıb. Ona görə də mən qızıl sevməyən biri olaraq belə bir hədiyyə istədim və çox bəyəndim hədiyyəmi də. Hətta o qədər bəyəndim ki, həyətə də düşmüşdüm yoldaşımı qarşılamağa. Orada zarafat eləyirdi məndən ki, məni hələ indiyənə kimi belə qarşılamamışdın. Nə var, bilirsən ki, maşında Dyson var, hədiyyən gəlib, ona görə düşmüsən həyətə. Belə kiçik bir zarafatımız da oldu həyətdə. Yəni ki, qızlar, mənim üçün qızıldır, hər hansısa bir əşyadır, yəni insanın özünə aid olan əşyadır. Əsas insanın könlünə görə olan bir əşya və yaxud hədiyyənin olmasıdır deyərdim. Əlbəttə ki, düşünməyi də bəs eləyir, amma yəni qızıldan daha çox mən buna sevindim. Tam səmimiyyətimlə deyirəm. Bilmirəm, inanarsınız ya yox, artıq o sizin özünüzə qalıb. Yəni məndən demək, adam üstündə Allah var da, yəni o təklif eləyib, amma mən istəməmişəm. Qızıldan çox buna sevindim. Tozsoranımı da çox bəyəndim. Bütün gün elə əlimdə istifadə eləyirəm. Dəqiqə başı nəsə dağılan kimi tez götürüb istifadə eləyirəm. Ona görə də çox bəyəndim tozsoranımı. Bir daha təşəkkür eləyirəm yoldaşıma. Ad günümü elə böyük keçirmədim. Elə məni sevənlər gəldilər, təbrik elədilər. Çox sağ olsunlar. Səhər ceyran tortumu gətirdi. Biraz şəkil falan çəkdi, elədi. Əfsuslar olsun ki, o şəkilləri sizinlə paylaşa bilmirəm. Daha sonra günorta xalam və dayımın yoldaşı gəldilər. Məni təbrik etdilər. Sağ olsun, Allah razı olsun ki, gəlib təbrik etdilər məni. Böyük keçirmədiyimə görə elə çox çəkiliş də edə bilmədim. Günorta dediyim kimi biraz qonaqlarım gəldi. Onlarla əyləşdim, gözəl bir vaxt keçirdik. Axşam tərəfi isə elə qaynlarım, Ceyrangil, yəni elə özümüz oturduq süfrə arxasına. Tort şirniyyat süfrəsi ilə çayımızı içdik, gözəl söhbətlər etdik bir-birimizlə və beləcə də ad günümü keçirmiş olduq. Əsas o can sağlığı olsun. Yəni qızıldır, hər hansısa brilyantdır. Bunlar hamısı boş şeydir. Və qızlar, yeganə də çəkiliş etdiyim bu idi. Bunu da bura əlavə eləmək istədim. Dayımın yoldaşı gözəl xaçapurilər eləmişdi balaca formada. Əllərinə sağlıq deyirəm bir daha. Çox sağ olsun. Mamanın da əvəz olunmaz ballı tortu, yəni bizim həmişə ad günlərimizdə süfrəmizdə olmalıdır. Allah canına sağlıq versin. Böyüklükdən əskik olmasın. İnşallah neçə belə ad günləri keçirək ki, həmişə bişirsin, ballı tortundan gətirsin bizim üçün. Həmin o ballı tortun resepti də kanalımda var qızlar. Keçid edib baxa bilərsiniz. Bu videonun altına həmin linki yerləşdirərəm. İstəsəz baxarsınız. Yəni bir dəfə yeyən yenə yemək istəyir. Çox dadlı bir ballı tort reseptidir. Birə-bir eynisini hazırlayıb çəkib paylaşmışıq sizlər üçün. Baxa bilərsiniz. Siz də hazırlayın, nuşlucanla yeyin. Və qızlar, keçirəm. Burada da süfrə hazırlayırdım səhər yeməyimizi. Gel o şalvarını getir, şalvarını getir sənə. Başqa şalvar getir. O tandırdı. Tendir. Benim bu hasta.
Və qızlar, yeməyimizi də yedik. Çox şükür. Allah hər bir kəsin evinə bol ruzi bərəkət versin. İnşallah gözəl süfrələr açsın öz evində. Və başlayıram bitməyən ev işlərini görməyə. Bəzən eşidirəm ki, deyirlər, ev işləri nankordur. Həqiqətən də elədir. Burdan yığırsan, yenə dağılır. Bitmək bilmir. Bir sözlə Allah bütün ev xanımlarına güc, qüvvət versin ki, düzdür, evimiz üçün eləyəndə insanda bitməyən bir enerji olur. İnsan hər bir şeyi həvəslə edir. Amma bəzən də yoruluruq, istər-istəməz artıq yorğunçuluq hiss eləyirik. Onda da özünüzə gözəl bir çay süzün, əyləşin, mənim videolarıma baxın və inanıram ki, biraz sonra sizlərdə motivasiya gələcək ki, durasınız, evləri təmizləyəsiniz və hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olaraq mənə dəstək ola bilərsiniz. Keçən dəfə Temudan 2 ədəd jalüz almışdım pəncərələrim üçün. Bunlar sırf pəncərənin üzərinə, şüşənin üzərinə yapışan jalüzlərdəndir. Birini 150-yə aldım, digərini isə 140-a. Bu qapısı açılan tərəfə 140-a ölçüsündə gedirdi. Digər tərəfə isə 150-yə olan razmerini götürdüm və ikisi də tam oldu. Qiymətləri isə əlbəttə ölçüsünə görə dəyişir. Mən birinə 15 manat, digərinə isə 16 manat pul ödədim və çox da bəyəndim. Yenə almağı düşünürəm, çünki bir ədəd vurmuşam hər bir otağa, həm mətbəxə bir dənə vurmuşam, həm də zaldakı pəncərəyə bir dənə vurmuşam. Amma mənim ümumilikdə 6 ədəd pəncərəm var evimizdə. Ona görə də ola bilsin 2-3 dənə yenə aldım. Daha çox açdığımız tərəflərə yenə alaram ki, altdakı o qalın pərdəni yığışdırmaq istəyirəm. Artıq yorulmuşam ondan. Hər dəfə də onu çıxarıb yumaq əziyyət olur. Elə tül saxlayaram, jalüzlərlə birlikdə istifadə eləyərəm deyə düşünürəm və çox yaxşı oldu. Əslində neçə vaxt axtarırdım bu cür jalüzlərdən. Acdan otağı təmir olunan zaman yoldaşıma demişdim. Dedi, burada o jalüzlərdən tapmaq çətin olacaq. Ona görə də sadə, yəni ziqzaqlı jalüzlərdən aldıq, vurduq acdan otağına. Yəni ora almayacağam. Artıq oranın jalüz olduğuna görə ora almağı düşünmürəm, amma digər pəncərələrə mütləq şəkildə alacağam hər dəfə. Sizlər də almağı düşünürsünüzsə, tövsiyə eləyirəm. Çox gözəl məhsuldur. Həm də pəncərənin qabağı məndə enli olduğuna görə digər jalüz taxdığınızda o ön hissəsi artıq istifadəsiz vəziyyətə düşür. Yəni orada hər hansısa bir əşyanı saxlayıb qoymaq mümkünsüz olur. Gərək hər dəfə jalüzü açıb bağlayasan, ora nəsə qoyub götürəndə. Amma bu jalüzlər elədir ki, düz pəncərənin şüşənin üzərinə yapışır və istədiyiniz vaxt aşağı yuxarı eləyəndə açıb təmizləyə də bilərsiniz. Yəni həm təmizliyi rahatdır, həm istifadəsi rahatdır. Ona görə də mütləq şəkildə tövsiyə eləyirəm sizlərə də. Mənim də çox xoşuma gəldi. Və qızlar, burada da qreçkanı qoymuşam bişsin. Fileni də qoydum qaynasın. Pəhrizimə davam eləyirəm. Çəkini geri almadan. Arada pəhrizimə ara vermişdim. Görürəm ki, yox, belə olmaz. Çalışıram suyu da bol içim. Və belə qreçkanı da qoydum qaynasın. Bugün və sabah elə bu ikisini yiyəcəm. Qızlar, dünənki shorts videosunda bəlkə də görmüsünüz. Bu kofe aparatını götürdüm, açdım. Tələsi qərarsızlığım yenə tutdu. Dedim evdəki digər məişət texnikalarını açım. Kara canki keçdi əlimə. Birinci onu açdım. Digərlərini hələ aça bilmədim. Çünki bilirsiniz ki, bu qaşıqlardan da almışdım var. Ona görə də onları hələ aça bilməmişim. Çünki açsam, gərək yuyum, qurulayım, sərgəli bir şəkildə sonra yerləşdirim. Ona görə də hələ ki o fikrimdən daşınmışam. Çünki bəzən yorğun oluram, deyirəm, kimdə olar bir yuyan. Elə natəmiz şəkildə də qoymaq istəmirəm mətbəx dolabının üzərinə əlbəttə ki. Daha əvvəl də açmışdım deyə elə qutusundan çıxartdım, təzədən qoydum bura. İndi kofe hazırlayacağım özümə. Qreçkan da bişdi, amma hələ aclığım yoxdur, istəmirəm yeyim. Bir dənə kofe düzəldim. Burada da gülüm var. Mama keçən dəfə dərmişdi. Elə stakanın içinə qoyduq suyun içərisinə. O da qəşəng açıb kofemi bişirim. Oturum sizlər üçün də biraz video montaj eləyim. Həm shorts, həm vlog halında. Görək, nə edirik. Və qızlar, kofemi də içdim, videonu da montaj elədim, biraz kofem qalıb. Bu konfetin də yəni sadəcə sunum etdiyim zaman qoyuram, belə kofeni sadə içirəm, heç su da içməmişəm, baxın yerində qalıb. Video montaj etdiyim zaman başım qarışır, ona görə ancaq kofeden içirəm. Videolarımı da editlədim, İnşallah planşet almağı düşünürəm. Videolarımı daha tez montaj eləmək üçün, çünki telefon həm donur, həm qızır. İnşallah planşet almağı düşünürəm. İnşallah Allah qismət eləsə alaram. Bu da powerbankımdır, artıq köhnəlib. Yenisini aldım, sifariş eləmişəm. Trendyoldan sifariş elədim. Gəlsin, birlikdə açarıq kargosunda, görək necə çıxacaq. Və belə, gedim indi digər işlərimi də görüm. Biraz istirahət elədim. Bu qədər istirahət bəsdir.
Gedək indi bir yerdə işlərimizdə görək. Və qızlar çay dəsmallarını yudum, ütülədim, yerlərinə yerləşdirdim. Bu qablarım da elə səhərdən qoymuşdum ki, qurusunlar. Əlbəttə ev şəraitində, yəni bu vəziyyətdə biraz qurumağı çətin olur. Ona görə yenidən üzərində nəm qalan yerlərində çay dəsmallarla qurulayıb, yerlərinə yığıram. Daha əvvəllər suşulka istifadə etmişəm, amma sonra görmüşəm ki, suşulkada qab quruduqca məndə də biraz tənbəllik yaranır. O suşulkadakı qabı dolaba heç cür yığmıram. Ona görə də biraz belə şeyləri həyatımdan çıxartmağa qərar vermişəm. Əgər görürəm ki, nəsə mənə tənbəllik yaradır və mən əminəm ki, yəni orada o qab qurudu, qalsın orada, eybi yox. Biraz tənbəllik görən kimi özümdə həmin o şeyi həyatımdan çıxardıram ki, daha produktiv ola bilim. Ən azından o qabı tez bir zamanda yerinə yerləşdirim ki, qaldıqca da səliqəsizlik yaranır istər-istəməz. Ona görə də suşulkanı tamamilə həyatımdan çıxartmışam. Nə gözəl yağış yağır qızlar. Uşaqlar evdədir, mama da onların yanındadır. Biz də gedirik diş həkiminə. Və diş həkimindən çıxandan sonra gördüm ki, dəftərxana və kitab ləvazimatı olan bir mağaza var. Maşını saxladığımız yerin elə yanında. Dedim elə yoldaşıma ki, gəl girək, Ajda üçün biraz rəngləmə falan alım. Qızım da sevinsin, əli boş girməyim evə. Və belə rəngli kağızlar aldım. Hər hansısa bir nəysə düzəltmək üçün rəngləmə aldım. İçərisində heyvanların şəkli var. Bir də belə slime kimi plastilin formasında slime'lar aldım. Rəngli. Daha əvvəl də işlətmişdi Ajda. Bəyənərək istifadə edirdi. Amma tez quruyurlar. Bir də həmin o rəngli kağızlar yapışdırmaq üçün kley aldım. Hamısına bilmirəm 4-5 manat pul ödədik. Yəni belə burada da göstərirəm bu slime'ları. Daha əvvəl də istifadə eləmişdim. Bunun içərisində 12 dənə var. 12 rəngdir. 1 manat 50 qəpik aldı. Və burada da artıq vloqumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.